Time testin izahına baxaraq birinci sualdan başlayaq. Rusiya, ABŞ və Qərbi Avropa 1845-ci illərdə. Birinci Dünya müharibəsinin ABŞ üçün verilmiş nəticələri neçəsi doğrudur? Beynəlxalq aləmdə rol artdı təbii ki 1. Hərbi sifarişlər və müharibəyə gec qoşulması nəticəsində böyük qazanc əldə etdi. 2. Müharibə bitdikdən sonra ABŞ iqtisadiyyatı işsizlik və bal çətinliklə üzləşdi. Bəli. Müharibədən sonra ABŞ-da işsizlik var idi. Milli gəlir xeyli azaldı, xeyr, artdı. Avropa dövlətlərinə hərbi və ərzaq məhsulunu ixrac etməkdə sənayesi inkişaf etmişdi, bəli, doğru düzdür. 21-ci ildə Sovet Rusiyasının müqavilələr imzaladığı dövlətlərin ərazisini müasir xəritədə müəyyən edin. Deməli, İran, Əfqanistan, Türkiyə, İran, Əfqanistan, Türkiyə. Baxacaq, bu ərazi Hindistan, 4 Əfqanistan, 5, daha doğrusu 4 Pakistan. Deməli, bu ərazi Hindistan, 4 Pakistan, 5 Əfqanistan, 3 İran, 2 Ərəbistan, 1 də Anadolu, yəni Türkiyə. Deməli, götürəcək 1 Türkiyə, 5 Əfqanistan, 1 də İran. 1, 3, 5 D variantı. 35-ci ildə ABŞ-da qəbul edilmiş birtərəflik haqqında qanunla bağlı doğru variant müəyyən edilir. ABŞ yalnız təcavüzə məruz qalan tərəfə silah satmadı. Xeyr, heç kəsə satmırdı. Böyük Britaniyaya hərbi yardım. Bu 41 Lend-Liz qanunu. Münaqişə iştirakçılarına silah və hərbi sual satmaqdan rəsmi imtina etmişdi, bəli. Deməli, həm təcavüzə məruz qalana, həm də təcavüzkara silah satmırdı. Bu bir ədalətsiz qanun idi əslində. 4-ə baxaq. Ardıcıllığı müəyyən edin. Rusiya Respublika edilməsi 17-nin sentyabr ayı. Kornilovun qiyamı 17-nin avqust ayı. Rusiyadakı hakimiyyətin yaranması 17-nin fevral inqilabından sonra mart ayı. Brest-Litov müqaviləsinin imzalanması 18. Deməli, təbii ki, birinci olacaq iki hakimiyyətin yaranması. Ardınca olacaq Kornilovun qiyamı məğlub olur deyə Rusiya Respublika elan olunur. Deməli, 3-2-1. Ardınca gələcək 4 C variantı. 5-ə baxaq. Rusiyada sənayeləşdirmə siyasəti, kollektivləşdirmə siyasəti. Nəticədə Rusiya sənaye, təbii ki, bu sənayeləşdirmə olacaq. Stalin hakimiyyətdə olduğu dövrdə keçirmiş təbii ki, oxşar cəhət. 24-53 Stalinin dövrü olduğuna görə düşür bu dövr elə. 20-ci illərin əvvəllərində qismən başlayıb kollektivləşdirmə, 20-nin əvvəllərində illiklə kollektivləşmə başlayıb 29-da. Ona görə 20-nin əvvəllərini götürəcək kollektivləşdirməyə. 2-yə C. Məqsəd qısa müddətdə Çar Rusiyasının sənayesinin yüksək inkişafına nail olmaq idi. Çar Rusiyası deyə bir şey qalmayıb. 17-ci ilin fevral ayında Rusiya devrildi. Artıq deyəcək Sovet Rusiyası. Ona görə D heç bir variantda ola bilməz. D-ni çıxartdıq. Kolxoza ləğv edilir. Xeyr, əksinə kolxoza yaradılmışdı. Ona görə olacaq D variantı. İngiltərə tarixinə aid xronoloji ardıcıllığı müəyyən edir. İkinci Leybarist hökumətin istefa verməsi 31. Hökumətə təsir göstərmək niyyəti ilə təşkil edilən tətillərin qadağan olması haqqında qanunun qəbul edilməsi 27. İngiltərə tarixində ilk Leybarist hökumətinin qurulması 24. Mühafizəkarlar və liberallardan ibarət koalisiyalı hökumətin qurulması 31. Deməli, 3, 2, ardınca Leybarist istefa versin ki, sonra milli hökumət yaransın. 3, 2, 1, 4. 3, 2, 1, 4. A variantı. İngiltərə tarixində ilk Leybarist hökuməti kimin rəhbərliyi və neçənci ildə? Təbii ki, Ramsey MacDonald'ın rəhbərliyi 1924-cü ildə. Birinci Dünya müharibəsindən sonra ABŞ konstitusiyasına edilən dəyişikliyə görə spirtli içkilərin istehsalı və istehlakı qadağan edildi. Qadınlara seçki hüququ verildi. 1-2. Bu Woodrow Wilsonun dövründədir. Nüfuzunu bərpa eləmək istəyib bu qərarı qəbul eləmişdi. Amma Woodrow Wilson gedir hakimiyyətdən 21-ci ildə. Baxaq, verilmiş məlumatlardan neçəsi narsistlərin xarici siyasətlə bağlı doğru məlumatdır. Xarici siyasətlə doğru məlumat. Totalitar rejimin qurulması daxili siyasətdir. Əslində düzdür, amma daxili siyasətdə olmaz. Birinci Dünya müharibəsindəki məğlubiyyətin əvəzini çıxmaq əsas məqsədlərindən birinə çevrilmişdi. Bəli, təbii ki, 1. Avropanı istila etmək və dünya xalqına sahib olmaq yolunda planlar hazırlayırdı. Bəli, 2. İşsizliyin aradan qaldırılması yolunda tədbirlər gördü. Bu daxili siyasət olmaz. İtaliya, Fransa və ABŞ-la yaxınlaşdı. Xeyr, Almaniya, İtaliya və Yaponiya ilə yaxınlaşmışdı. Fransa, ABŞ yox, Yaponiya və İtaliya.
Ona görə olacaq yalnız 2. B variantı. Uyğunluğu müəyyən edin. Yaponiyanın ilk konstitusiyası 89. SSR-nin ilk konstitusiyası 24. Osmanlı'nın ilk konstitusiyası 76. Qalib gəlmiş sosializm konstitusiyası 36. Deməli, 4-ə gedəcək B. 1-ə getdi 89A. 2-yə getdi 24C. 3-ə getdi D. 4-ə getdi B. A variantı. Almaniyanın bərabər hüquqlu tərəfdaş kimi tanındığı konferansın keçirildiyi ölkənin ərazisini müasir xəritədə müəyyən edin. Deməli, Lokarno konfransı 1925-ci ildə İsveçrədə keçirilmişdi. İsveçrə 2-dir. Bir var İsveç, bir var İsveçrə. Bu ərazi İsveçrədir. 2. 1 İtaliya, 3 Fransa, 5 İspaniya, 4 də İngiltərədir. İsveçdə buradır. Norveç, İsveç, Finlandiya. Yəni İsveç Baltikan ölkədir. İsveçrə Romanın yuxarısında yerləşir. Franklin Rooseveltin yeni xətt siyasətinə aid deyil. Məqsəd işsizliyi aradan qaldırmaq da düzdür. İşsizlər ödənişsiz ictimai işlərə cəlb edilir. Ödənişsiz yox, ödənişli ictimai işlərə cəlb edilmişdir. 13. Venn diaqramına əsasən Coolidge'in xarici siyasəti, Rooseveltin xarici siyasəti. Xarici siyasət olduğuna görə birinci növbədə daxillə bağlı nə varsa hamısını çıxardacaq. Məsəl üçün, Bax sistemində əsas bilirik ki, bu daxil siyasət. Ona görə deyirlərə cavabdan çıxardırıq. Ən gözəl variant. İstehsalda konveyer sistemi, bu da daxil siyasəti çıxardırıq. İndi baxaq. Mehriban qonşuluq, təbii ki bilirik bu Franklin Rooseveltin dövrüdür. Böyük dəyənək Theodore Roosevelt, mehriban qonşuluq Franklin Roosevelt. Latin Amerikasında ABŞ-ın mövqeyinin gücləndirilməsi yolunda tədbirlərin görülməsi. Latin Amerikasında ABŞ-ın bu təbii ki olacaq. Hər ikisinin oxşar cəhət. C. Filippin və Havay adalarında ABŞ-ın hərbi strateji mövqeyi möhkəmi, bu da təbii ki Coolidge. A. D variantı. Weimar Respublikasının qızıl dövrünə aid olmayan hadisəni müəyyən edin. Deməli, qızıl dövrünə aid olmayan hadisəni müəyyən edək. 24-29'da yəni. Almaniya millətə cəmiyyətə daxil oldu 26. Lokarno 25. Almaniya bərabər hüquqlu ilə Lokarno 25. Almaniya təzminat ödəməkdən azad edilir 32 ilə bu olacaq. Fransa, Belçika, Almaniya arasında sərhədlərin toxunulmazlığı təmin tanıtan elə bu da 25 Lokarno. Olacaq D variantı. Fundamentalizm dini cəryanı ilə bağlı verilənlərdən hansı yanlışdır? 20-ci əsrin 20-ci ildən genişləndi, bəli 25. Dövlət məktəblərində təkamül nəzəriyyəsinin öyrədilməsinə etiraz edirdilər. Bəli. ABŞ-də geniş yayılmışdı. Bəli. 5 ştatda istəklənir, 5 yox, 3 ştatda. D səhvdir. Almaniyanın təzminat ödəməkdən azad edilməsindən neçə il sonra SSR millətlər cəmiyyətinə daxil oldu. Almaniya azad olub 32, SSR daxil olub 34. Yox, çıxarılmasını deyir. Çıxarıldı 39. Olacaq 7. 20-ci əsrin 20-ci illərində İngiltərənin iqtisadi inkişafının başlıca xüsusiyyətlərinə bağlı olduğu amilləri seçin. Kapital ixracının artırılması, bəli, hələ də kapital ixracına görə birinci yerdədir. Əlverişli quru nəqliyyatına sahib olması, xeyr. Beynəlxalq bank əməliyyatlarının səmərəli aparılması, bəli, 1-dən 3, C variantı. 18-ci ildə Almaniya Burja Demokratik İnqilabının qarşısındakı əsas məsələ təbii ki monarxiyanı devirmək, demokratik respublika qurmaq, 1-dən 4 A variantı. Birinci Dünya müharibəsinin sonuna doğru ağır vəziyyətə düşən Almaniya hansı ölkə rəhbərinə məktub yazaraq sülh danışıqlarına başlamasını təklif etsə də rədd cavabı təbii ki Woodrow Wilsona göndərmişdi. Bu da olacaq ABŞ rəhbərinə. Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Hoover, Harding. Daxili siyasətdə hökumətin ilk tədbiri büdcə vəsaitin qənaətlə istifadə edilməsi təbii ki Harding, 2A. 20-ci əsrin 20-ci illərində hakimiyyət olmaları təbii ki oxşar. Uzaq şərqdə vəziyyətin nizamlanması üçün böyük konferans keçirilmişdi. Böyük konferans keçirilib, Harding'də də Washington konferansını deyir. C. Yoxsulluğu aradan qaldırmaq üçün plan hazırlandı, Hoover. Böyük böhran baş verdi, Hoover. Demək 1-ə D, Y, 2-yə A, C, 3-ə də B variantı.